Müğənni Aysun İsmailova, anası Rəxsanə İsmailovanın həbsdə olmasından, bacı və qardaşının aqibətindən danışıb. Axşamaz xəbər verir ki, Aysun Elgizlə İzlə proqramında uşaqlara atalarının baxdığını deyib. 4 uşağıq. Balacalar da Bakıdadır. Onlara ataları baxır. Qeyd edək ki, Rəxsanəyə qarşı Cinayət Məcəlləsinin 178.4-cü dələduzluq, xüsusilə külli miqdarda törədildikdə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Amma dələduzluq cinayətində dəymiş ziyanın tam ödənilməsi və cinayət nəticəsində dəymiş ziyanın 50% miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər. Rəxsanə İsmailovanın həyat yoldaşı Fazil Əmiraslanov da cinayət məsuliyyətinə cəlb edilib. Rəxsanənin 4 övladı var.